Ermənistan Silahlı Qüvvələri Basarkeçər rayonundan Azərbaycan ordusunun mövqelərini fasilələrlə atəşə tutub. Ordumuzun bölmələri adekvat cavab tədbirləri görüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistanın Tavuş vilayətinin Açarkut icmasının keçmiş üzvü Karen Qazaryan isə bildirib ki, Ermənistan daha 3 kəndi Azərbaycana vermək məcburiyyətindədir. Stat: Tavuşda 3 kəndin Azərbaycana təhvili üçün hazırlıq görülür. Hər şey hazırdır. Bugün səhərdən etibarən İcavanın tərkibinə daxil olan bəzi kəndlərin ərazisində bastırılan minalar çıxarılıb və partladılması üzrə işlər görülür. SSR dövründə Azərbaycanlıların məskunlaşdığı Yuxarı Əskipara adlanan ərazi təhvil veriləcək. Açarkut kəndi isə 3 tərəfli şəkildə Azərbaycan əraziləri ilə əhatə olunacaq. Prosesin davamında Soflu və Bərxudarlı kəndləri də təslim ediləcək. Nəticədə Gürcüstan-Ermənistan dövlətlərarası avtomobil yolunun 70%lik hissəsi Azərbaycanın nəzarətinə keçmiş olacaq. Statın sonu. Qeyd edək ki, Ermənistan hələ də Qazaxın 3, Naxçıvanın 1 kəndini işğalda saxlayır. Həmin kəndlər Azərbaycana qaytarılmalıdır. Bu arada proseslərin getdiyi bir vaxtda sərhəddə daha bir partlayış olub. Ermənistan ordusunun əskəri sərhəddə mina partlayışı nəticəsində yaralanıb. Onun Ermənistanın bastırdığı minaya düşdüyü bildirilir. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.